bir dostumla bir dövlət layihəsinin sənəd dövrəsini yazırdıq. Orada biz gecə saat 11-də falan çıxırdıq işdən. Bir gün 10-da çıxırdıq işdən. Yəni bir gündə 80 dənə fayl commit elirdik. Yəni change olaraq gedirdi serverə və s. Və bir anda fikirləşdim ki, heç vaxt rəhbərlik gəlib bizə demirdi ki, siz burada overtime eləyin. Prosta yox, okey, bizə gəlib deyirdilər ki, bax bu modul çatdırılmalıdır və s. bunu bitirməlisən. Amma bizə gəlib demirdilər ki, overtime elə. Biz sadəcə belə deyir, işinin yəni o qədər işin içinə dalırdıq ki, saat 7, 8, 9 bütün rəhbərlik gəlib gördü ki, hələ də burdadılar. Yəni bizə əgər söz deyilsə bu çatdırılmalıdır, çatdırırdıq. Bizim yerimizdə bir middle və yaxud da senior olsaydı, onu yəqin ki, saat 6-ya kimi çatdırardı. Biz bir şeyi 3 gün axtardıq bizə görə. Amma biz yenə də overtime eləyirdik və onun fərqində deyildik. Bizə maraqlı olan onu sadəcə öyrənmək idi. Və özüm də bilirdim ki, məsələn, mən burada saat 10-11-ə kimi otururam. Biz burada səndən şeyi təbliğ eləməyik də, qul köləliyi təbliğ eləməyik. Sən prosta sevdiyin işlə məşğul olmalısan. Bir, bu işi sevməlisən. İkinci də bir fədakarlığın olmalıdır və o fədakarlıq sənin yəni investisiyandır. Dəqiq pula çevirəcəksən. 100%. Bəli, 100% bir peşəni öyrənirsən, sən o vaxt sərf eləyirsənsə, sən onu %100 pula çevirəcəksən.